Adam dəstəmaz alsın, işə getsin, necə meçidə gəlir. Bax, o yanaşma ilə səhər durun, harada işləyirsinizsə oraya gedin. Dərsə gedirsə gənclər, o niyyətlə getsinlər. Hər bir işimizi ibadət eləyək. Çətindir, amma yavaş-yavaş məşq eləyək bunu, məşq eləyək. Allah qəribə Allahdır deyir, onsuz da çörəyi qarnına yeyəcəksən, keçən də mənə bağla, savab verim də sənə, yeməyi var. Biz istəmirik. Deyir, yox, lazım deyil, ancaq namaz bəsinizdir. Namaz da bəs eləmir bizə. Axsıyırıq, yol gedə bilmirik, büdürürük, bilmirik nədəndir. Allah da deyir, bu qədər işlər var ki, sən gün ərzində günün böyük hissəsini başqa işlərlə məşğulsan, mənəviyyat mənbəyidir, əldə eləmirsən. Odur ki, silahsız qalırsan, gücsüz qalırsan, aciz qalırsan, namaz da sənə kifayət eləmir. 5 dənə namaz gündə sənə nə mənəviyyat verəcək? Sən böyük bir enerjini boş yerə sərf edirsən, ruhuvu zəiflədirsən. İbadət 10 qismdir, 9'u halaldan ruzu qazanmaqdır. Bunu elə belə deməyib.